23-24 dekabr 2025-ci il tarixlərində Prezident İlham Əliyevin növbəti Qarabağ səfəri yenə əlamətdar hadisələrlə yadda qaldı. İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicyan qəsəbəsində oldu. Təmir işlərinə bu ilin may ayında başlanmış qəsəbədə hazırda 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə qayıdıb. Dövlətimizin başçısı Xankəndi şəhərinin Kərkicyan qəsəbə 1 nömrəli tam orta məktəbinin binasının əsaslı təmirdən sonra açılışında da iştirak etdi. Kərkicyan qəsəbəsində prezidentin buraya köçən sakinlərlə görüşü də baş tutdu. Xankəndi şəhərinə səfəri çərçivəsində Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik Fakültəsinin binasının təməlini qoydu. Eyni zamanda Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak etdi və binada yaradılmış şəraitlə tanış oldu. Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Azərenerji ASC-nin 110-35-10 kilovatlıq Xankəndi 1 elektrik yarım stansiyasının açılışında iştirak etdi. Prezident İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Balıca kəndində Akurayt Az MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsal müəssisəsinin açılışında da iştirak etdi. Həmin gün dövlət başçısı Ağdam Sənaye Parkında Construction MMC-nin metal elektrik dirəklərinin istehsal müəssisəsinin açılışında da iştirak etdi. Prezident Ağdam Sənaye Parkında Saloğlu Qarabağ MMC-nin istehsal müəssisəsinin təməlini qoydu. Dövlətimizin başçısı Ağdam şəhərində Hilton Garden Inn Ağdam Hotelinin açılışında da iştirak etdi. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər Parkının açılışında iştirak etdilər. Prezident və 1-ci xanım daha sonra Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak etdi və buraya köçən sakinlərlə görüşdülər. Dövlət başçısı çıxışında bildirdi ki, işğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. İşğal dövründə üzləşdiyimiz ikili standartlara, beynəlxalq və regional təşkilatların münaqişəni həll etməkdə maraqlı olmamasına, ermənipərəst mövqe nümayiş etdirməsinə, Ermənistanın sanksiyalara məruz qalmamasına toxunan dövlət başçısı bildirdi ki, bizim xalqımız böyük fəlakətlə üz-üzə qalmışdı. Sonda isə dövlət başçısı bildirdi ki, azad edilmiş bütün ərazilərimizdə geniş miqyaslı quruculuq işləri gedir. Böyük qayıdış proqramı uğurla icra edilir. Prezident İlham Əliyevin doğum gününü işğaldan azad edilmiş ərazilərdə, Xankəndi və Ağdamda qeyd etməsi təkcə şəxsi tarixlə bağlı jest deyil. Eyni zamanda dövlətçilik, tarixi ədalətin bərpası və gələcəyə yönəlik strateji baxış baxımından dərin rəmzi məna daşıyır. Bu səfər azad edilmiş ərazilərimizdə artıq keçmişin acı xatirəsinin deyil, nikbin gələcəyə olan inamın hökm sürdüyünü aydın şəkildə nümayiş etdirir. Xankəndi və Ağdamda reallaşan hər bir layihə bu ərazilərin Azərbaycanın sosial, iqtisadi və mədəni məkanına tam və dönməz inteqrasiyasının göstəricisidir.